çimərliyə gedərkən, hovuzda istirahət edərkən, yəni mütləq təhlükəsizlik məsələsini ciddi almaq lazımdır. Yəni ön planda saxlamaq lazımdır. Çünki ani bir diqqətsizlik, məsuliyyətsizlik sonda belə deyək, bədbəxt hadisəni qaçılmaz edər. Ümumiyyətlə çimərliyə gedərkən mütləq ilk növbədə çimərliyi doğru düzgün seçmək lazımdır. Yəni fəaliyyətinə icazə verilən çimərliklərə getmək lazımdır. Yəni hansı çimərlilər ki, çimərlik üçün nəzərdə tutulub, fəaliyyətinə icazə verilib, həmən çimərliyə getmək daha təhlükəsizdir. Nəyə görə? Çünki orada xilasetmə xidməti fəaliyyət göstərir və fəaliyyətinə icazə verilən çimərliklər necə müəyyənləşdirilir? Aidiyyatı üzrə müvafiq qurumlar tərəfindən çimərlik mövsümü başlanmışdan qabaq çimərlik ərazilərinə baxış keçirilir və burada həm suyun dibinin akvatoriyasından tutmuş, sualtı axınlar, yarğanlar, suyun dibinin relyefi, suyun fiziki, kimyəvi, toksikoloji, bakterioloji, yəni bütün nümunələr götürülür. İnsanların həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski yoxdursa, ondan sonra çimərliyin fəaliyyətinə icazə verilir.